Salam əziz izləyicilər, bu videoda dəmirin məşhur reaksiyalarını yazacağım. Qəbul imtahanına düşmə ehtimalı çox olan reaksiyalardır bunlar. Həm də çaşdırıcı reaksiyalardır. Dəmir sərbəst xlorla, bəsit xlorla reaksiyaya girəndə 3 valentli duz əmələ gətirir. Xlorid turşu su ilə reaksiyaya girəndə isə 2 valentli duz əmələ gətirir və hidrogen qazı. Mən buna H-xlor və boş xlor qaydası deyirəm. Dəmir duru sulfatla 2 valentli duz əmələ gətirir və hidrogen qazı. Qatı sulfatla isə qızdırıldıqda 3 valentli duz əmələ gətirir. Bundan əlavə reduksiya məhsulu SO2 və su əmələ gətirir. Amma nitratla reaksiyada, nitrat istər duru olsun, istər qatı olsun, 3 valentli duz alınacaq. Dəmirin 3 valentli duzu, dəmir 3 nitrat əmələ gələcək hər ikisindən. Və hər ikisindən həmçinin su alınacaq. Birinci reaksiyada proses mürəkkəbləşir, bir neçə reduksiya məhsulu alına bilər. Məsələn, N2O, NO, NH3 və s. İkinci reaksiyada isə qatı nitrat orta aktiv metalla reduksiya məhsulu NO olacaq. Daha sonra dəmirin oksigenlə reaksiyası temperaturda aparılırsa, yəni saf oksigenlə aparılırsa, buradan ferrum 3O4 alınır. Amma havada aparılırsa və adi şəraitdə buradan dəmir 2O3 alınır. Bu paslanma reaksiyası deyə bilərik buna. Dəmirin su ilə reaksiyası temperaturda aparılır. Ferrum 3O4 plus H2 alınır. Dəmirin oksigen və su ilə reaksiyasından isə öncə dəmir 2 hidroksid alınır. Sonra alınan dəmir 2 hidroksid özü də yenə oksigen və su ilə reaksiyaya daxil olaraq dəmir 3 hidroksidə yüksələ bilir. Yəni, bu reaksiyanı belə də yaza bilərsiniz. Dəmir plus oksigen plus su birbaşa dəmir 3 hidroksid də yazmaq olar. Belə növbəti videolarda görüşənədək.